planının təfərrüatı: Rusiya bu əraziləri geri qaytarır. Rusiyanın Avropa ölkələrinə müharibəsi nə vaxt başlaya bilər? Türk ölkəsi Ermənistanla əlaqələri yeni səviyyəyə qaldırır. Zəngəzurla bağlı gözləntiləri açıqlandı. Erdoğandan Azərbaycan açıqlaması: bunu etməsək? Paşinyandan Bakıdakı ermənilərlə bağlı yeni çağırış. Amerika Birləşmiş Ştatlarından xahiş etdim ki, Paşinyan Hakan Fidan'a etiraz etdi. Rusiya və Amerika Birləşmiş Ştatları tərəfindən təklif olunan sülh sazişinin yeni versiyası çərçivəsində Zaporojye və Xerson istiqamətindəki cəbhə xətti dondurulacaq. Lakin bəzi ərazilər Rusiya tərəfindən Ukraynaya qaytarılacaq. Bununla yanaşı Amerika Birləşmiş Ştatları Krım və Donbası rəsmi şəkildə Rusiyanın bir hissəsi kimi tanıyacaq. Bu barədə Axios məlumatlı Amerikalı rəsmiyə istinadən yazıb. Məlumata görə Kiyevdən Donbasın qalan hissəsindən imtina etməyi tələb edərkən Ağ Ev belə düşünür ki, müharibə davam edərsə Ukrayna onsuz da bu ərazini itirəcək. Ona görə də Ukraynanın maraqlarına uyğun olan hazırda razılaşmaya nail olmaqdır. Bildirilir ki, sülh planına əsasən Donbas əraziləri Rusiyanın nəzarəti altında olsa da, onları delimitarizasiya zonası elan edəcəklər və Rusiya orada qoşun yerləşdirə bilməyəcək. Putinin Rusiya konstitusiyasına daxil etdiyi Xerson və Zaporojye vilayətlərinə gəldikdə isə oradakı nəzarət xətləri dondurulacaq. Həmçinin bildirilir ki, Rusiya danışıqlar keçirilməsi şərti ilə bəzi ərazilərə nəzarəti Ukraynaya qaytaracaq. Lakin məsələnin konkret hansı ərazilərdən getdiyi dəqiqləşdirilməyib. Qeyd olunur ki, Rusiya hazırda Dnepropetrovsk, Xarkov və Sum vilayətlərinin bəzi hissələrinə nəzarət edir və Kreml bu ərazilərə rəsmi olaraq iddia irəli sürməyib. Plana əsasən Amerika Birləşmiş Ştatları və digər ölkələr Krım və Donbası Rusiyanın suveren ərazisi kimi tanıyacaqlar. Lakin Ukraynadan bunu tələb etməyəcəklər. Rusiya Avropaya hərbi əməliyyatları çoxdan planlaşdırıb, lakin bu yalnız Ukraynaya qarşı müharibədən sonra mümkün olacaq. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib. Onun sözlərinə görə, Rusiya yaxın dövr üçün məqsəd kimi Qərb ölkələrinin Ukraynaya göstərdiyi dəstəyi azaltmağı hədəfləyir. Söhbət Avropa ölkələrində hücumlardan, dronların göndərilməsindən gedir. Əsas vəzifə bu ölkələrin cəmiyyətini qorxutmaqdır. Biz istədiyimiz nəticəni siyasətçilər vasitəsilə əldə edə bilmirik. Bir sıra səbəblərə görə. O zaman indi cəmiyyət vasitəsilə işləyəcəyik ki, onlar qorxsunlar və özləri müharibə əleyhinə nümayişlərlə çıxış etsinlər, müharibə əleyhinə mövqelər bildirsinlər. Onlar avtomatik olaraq Rusiya ilə eskalasiyanın azaldılmasına təkan verəcəklər. Bunun yolu isə Ukraynaya köməyin azaldılması və özlərini silahlandırmaqdır. Qoy özlərini özləri müdafiə etsinlər. Onun fikrincə, əgər Rusiya təzyiqi səbəbindən Avropada mövqelər zəifləsə, bu təzyiq artacaq. Avropa ərazisində müharibəyə ciddi şəkildə hazırlaşmayıb. Rusiya hazırlaşmışdı. Avropa isə yox. Hamı indi sadəcə reallıqla üzləşib. Bu reallıq indi yaranmayıb. Sadəcə olaraq hamı üçün üzə çıxıb. Qazaxıstanla Ermənistan arasında ikitərəfli əlaqələr son illər davamlı şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlər aktiv xarakter daşıyır. Bunu Qazaxıstanlı politoloq Almat Toyekin Kazinforma müsahibəsində deyib. Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 20-21-də rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir. Müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlər nadir hallarda baş tutub. Əgər 2024-cü ildə Qazaxıstan prezidenti Ermənistana rəsmi səfər edibsə, bu il Paşinyanın səfəri iki ölkə arasında dialoqu yeni səviyyəyə qaldıracaq. Ekspert bildirib. Toyekinin sözlərinə görə bu səfər regional tranzit və iqtisadi layihələrin həyata keçirilməsinə töhfə verəcək. Qazaxıstan tranzit imkanlarından səmərəli istifadə edir. Azərbaycan Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırıb və ilk tranzit yük kimi Qazaxıstan buğdası bu yolla Ermənistana çatdırılıb. Həmçinin yeni İstanbul dəhlizi layihəsi reallaşarsa, Ermənistan tranzit ölkə kimi qazanc əldə edəcək. Qazaxıstan, Ermənistan və Türkiyə üçün iqtisadi səmərə verəcək.
Qazaxstanlı politoloq Nikol Paşinyanın bu dəhlizin açılmasında maraqlı olduğunu iddia edib. Bu tranzit marşrutları Qazaxstan üçün çox vacibdir. Çünki bu, Asiya ilə Avropanı birləşdirən əsas marşrut onun rolunu gücləndirə bilər. Başqa sözlə, bu səfər təkcə Qazaxstan və Ermənistan arasında strateji dialoqu gücləndirməyəcək, həm də iqtisadi tranzit və mədəni humanitar əməkdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verəcək. Politoloq Zamir Qaracanovun fikrincə Ermənistan Qazaxstan üçün mühüm və yüksək potensiallı tərəfdaşdır. Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət əsasən nəqliyyat, avtomobil və dəmir yolu əlaqələri vasitəsilə inkişaf edəcək. Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşmağa başlayan kimi Qazaxstanla iqtisadi əməkdaşlıq imkanları da artacaq. Məsələn, Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdıqdan sonra Qazaxstan üçün yeni ixrac bazarı açılıb. İlk tranzit yük Ermənistana çatdırılan Qazaxstan buğdası oldu ki, bu da ölkəmiz üçün əlavə ixrac imkanıdır. Heç bir ölkənin torpağında gözümüz yoxdur, amma bizim coğrafiyamızda heç kim sərhəd çəkə bilməz. Məzlumun, o cümlədən dost və qardaşlarımızın yanındayıq. Bunu etməsən, Türkiyəni böyüdə bilməzsən. Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib. Biz sıradan bir dövlət və ya millət deyilik. Biz Səlcuq və Osmanlı kimi iki böyük cahan dövlətinin mirası və təcrübəsini yaddaşında diri saxlayan bir millətin övladlarıyıq. Öz ölkəmizin sərhədləri içində qalacağıq və o sərhədləri qanımızla, canımızla qoruyacağıq. Bir ayağımız Ankarada, digər ayağımız başqa ölkələrdə sülh və ədalət mübarizəsi aparırıq. Digər tərəfdən Fələstində məzlumların yanında durur, Sudanda qanı dayandırmağa çalışırıq. Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq. Bunu etməsəniz tarixə xəyanət etmiş olarsınız. Rusiyanın yenidən qurulması və bərpasında iştirak edəcəyik. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa bağlıdır. O bildirib. Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Alison Hookerin İrəvana səfəri zamanı bir çox məsələləri müzakirə etdik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. Paşinyan Hookerlə Bakıda məhkəməsi davam edən erməni əsilli şəxslər barədə də danışdığını söyləyib. Biz bu mövzunu Hookerlə müzakirə etdik. Ondan mövzunu diqqət mərkəzində saxlamalarını və bizi də gedişatla bağlı məlumatlandırmalarını istədim. Qeyd edək ki, Nikol Paşinyan daha öncə avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla görüşü zamanı da bu məsələni qaldırdığını açıqlamışdı. Ermənistan ərazisində yerləşən infrastrukturun adlarını yalnız Ermənistan müəyyən edə bilər. Bunu jurnalistlərlə brifinqdə Ermənistan baş naziri Nikol Paşinyan, Türkiyə Xarici İşlər naziri Hakan Fidanın bəyanatına cavab olaraq bildirib.